Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün mən balıqdan çox ləzzətli konserva dadında bir yemək hazırlayacağam. Əvvəlcə bir böyük soğanı kub-kub doğrayıram. Sonra yuyub təmizlədiyim 3 dənə balaca kökü rəndədən keçirirəm. Yəni qeyd edim ki, kök böyük olarsa, yəni bir ədədi belə kifayət eləyər. Tavanı ocağın üzərinə qoyub, haradasa 3-4 xörək qaşığı qədər zeytun yağı əlavə edirəm. Qeyd edim ki, siz günəbaxan yağından və kərə yağdan da istifadə edə bilərsiniz. Doğradığım soğanları tavaya əlavə edib, biraz rəngi dəyişənə qədər qovururam. Soğanlar qovrulduqdan sonra rəndədən keçirdiyim kökü də bura əlavə edib, qapağı bağlı şəkildə 1-2 dəqiqə bişirirəm. Yuyub təmizlədiyim skumbriya balığının üzərinə duz, qara qırmızı, istiot və paprika əlavə edib, yaxşı qarışdırıb, kənarda biraz gözlədirəm. Köklə soğan biraz qovrulduqdan sonra üzərinə özümün yayda hazırladığım qışlıq pomidor biber sosundan əlavə edirəm. Siz istəsəniz fərq etmir, mağazalarda satılan tomat pastalarından da istifadə edə bilərsiniz. Bura biraz da su əlavə etdikdən sonra balıqları üzərinə düzürəm. Mən burada skumbriya balığından istifadə eləmişəm. Yəni istəsəniz sümüyü az olan hər hansı bir balıqdan da bunu hazırlaya bilərsiniz. Bu arada videolarımı izləyən, bəyənən hər kəsə təşəkkürümü bildirirəm. Məni hansı bölgələrdən izlədiyinizi rəylərdə yazsanız çox sevinərəm. Balıqları düzdükdən sonra üzərinə yenə biraz duz, biraz qara və qırmızı istiot, paprika əlavə edirəm. Daha sonra bunun üzərinə təzə üzüm yarpaqları əlavə edirəm ki, həm o balığın iyisini öldürür, həm də balığa xüsusi dad verir. Balıqları sonra belə çevirmək lazımdır ki, sos onun hər tərəfinə yayılsın. Və mütləq qapağı bağlı şəkildə bişməlidir. Artıq yeməyimiz bişib hazırdır və evdən heç bir balıq qoxusu da gəlmir. Hazırlayan hər kəsə nuş olsun.
Kanalıma abunə olub bəyənməyi, şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.